Gedək. Kiçik Qafqazın şimal-şərq ətəyinin çayları. Burada mövcud hansı çayları tanıyırıq? Qafqazın şimal-şərq ətəyinin çayları. Deməli, mən Tovuz çay, Ağstafa çay, Zəyəm çay, ondan sonra Qoşqar çay, ondan sonra Kürək çay. Bunlar Gəncə çay, Kürək başları. çay, Gəncə çay. əsas bunları deyərsən bəli. Bu çayların Şəmkir. qidalanmasında əsasən nədir? Yeraltı sular. Yağış və yeraltı Və sular deyərik. Bir yavaş şey yeraltı. burada nətər idi? Rayonla başlayır. Rayon adları onlar yeraltı sularla qidalanırdı. Qalanları yağış sularla qidalanır deyəsən də belə bir şey var idi demişdik. Ə, Bəli. Bu çayların məsəl üçün bax sualdır gələr ki, yəni bu çayın hövzəsində yerləşən burada hər hansı bir çay verər, hövzəsində yaşayan iqlimlərdən soruşa bilər. Burada kənd təsərrüfatı sahəsindən soruşa bilər. Nə bilim mənsəbində yerləşən iqlim məsəl üçün hansı iqlimdir bu çayların mənsəbi? Çayların məsələn Yarımşəhər quru çayıdır. Yarımsara quru çöl iqlimidir. Bəli. Məsəl üçün bu çayların deyək ki, Zəyəm çay falan da indi bu çayların mənbə hissəsində biz ələ hansı iqlimi görərik? Mənbə hissəsinə müəllim deməli görə bilərik burada qışı soyuq keçən soyuq iqlimi. Qışı quraq keçən su Qışı iqlimi. qıran qışda onu demək istəyirəm bir şey çatdırdım. Orta axarlarında isə Qışı quraq da mülayim isti iqlim. mülayim isti iqlim görməyimiz bəli, mümkündür deyəcək. Əsas yəni bu üç dənə iqlim ərazisində görə bilərik bunları. Sonra bu çayların da suvarma əhəmiyyəti təbii ki, də bütün çaylarımızda olduğu kimi olacaqdır. Buradan qeyri-adi, fövqəladə, fövqəladə nə ola bilər? Mənsəbləri yerləşir hansı fiziki coğrafi rayon ərazisində? Bilmirəm. Sən deyəcəksən, Cavid sən Qazax deyəcəksən. Qarabağdır müəllim. Qazax Qarqazıq. Qarabağda yerləşir, yaxşı. Amma burada demişdik ki, biz bir neçə dənə çay var idi ki, onlar Qazax Qarabağ fiziki coğrafiyasında yerləşmirdilər. Deməli, mənim Qarabağda yerləşmirdilər. Gəncədə yerləşir. Gəncəyə düşənlər də var idi, bəlidir. Gəncə fiziki coğrafi Gəncə rayonunda. yox, Mərkəzi Aranı. Bəli, niyə çəkdin? Mənim Mərkəzi Gəncə rayonunda. Qazax iqtisadi coğrafiya rayonunda, fiziki coğrafiya rayonu deyil. Gəncə Qazax heç nə yoxdur. Gən- Gəncə Qazax yoxdur. Gəncə Daşkəsən var, İqtisadi coğrafi rayon. Hə, Gəncədə fiziki coğrafiya rayonu, bəli. O tərəfi qarışdırıram. Sonra buradan Ağstafa çay üzərisində Cavid hansı su anbarlarını tanıyırdıq? Tanımıram mən. Sən tanımırsan. Əli, Elə eyni adlıydı mənim. Ağstafa çay su anbarı var idi və bir də Coğal su anbarı. hansı inzibati rayonda yerləşirdilər onlar? Bunlar Ağstafa rayonları əslində. Yolumuz Qazaxda yerləşir. Qazax İlk rayonunda yerləşir hər ikisi. bəli, bəli. Hər ikisi Qazaxda yerləşir də, Ağstafa çayda, Doğazda. E, Sonra buradan belə bir şey deyək. Ən çox çirklənməyə məruz qalmış çayımız var idi. Burada hansı çaydır o? Qoşqar demişdik. Qoşqar Qoşqar çay. çayı. Bunun səbəbi mövcud nə idi? Bu səbəb Ermənistandan gəldi. Ermənilər də neft çıxartırdı çay. Bu. Qoşqar O çayı filizlə Ermənistandan bağlı. Mən gəldi. filizin çıxarılması ilə bağlı da filiz Bəli, işlənirdi bunu filizin bilirik. çıxarılması Daşkəsən ərazisindən gəldi. Yəni filiz çıxarılır deyə. Bəli. Ona görə olmayacaqdır. Bu belə. Belə deyək. Məsəl üçün Tovuz rayonundan keçən çayımız hansı çaydır? Zəyəm çay. Buz çay. Zəyəm çayı deyək. Sənin çay da var ya. Tovuz çay, Zəyəm çay deyək. Bəli. Ağdam deyəndə hansı çay ağlımıza gəlir? Ağdam deyən kimi insan ağlı. İlk gələn Tərtər çay. Köndələn Yox. çay müəllim. Köndələn çay. Xaçın Açın. çay, Xaçın çay gəlir. Qaçın. Ağcabədi deyəndə Ağcabədi deyərkən Köndələn deyə bilərik. Qarqar çay, Ağcabədi ərazisindən. Qarqar Füzuli, çay. Füzuli, Aslan. Füzuli deyəndə Füzuli Həkəri çay. deyəndə Ay, hər şəhərdə. Göndərən, göndərən. göndərən çay, göndərən çay. Bəli. Şərur Köndələn elə deyəndə Şərr elə. Arpa çay. arpa çay, Şərur çay var ya. Arpa Hə. çay. Sonra Kiçik Qafqazın şimal-şərqindən başqa nə qaldıq lazım olan bizə? Bunlar. Bu çayların mənbəyi hansı fiziki Məsələn, coğrafi rayonda yerləşir? Əli? Bunların mənbəyi hansı fiziki coğrafi rayonda yerləşir? Deməli, mən şeydə də Gəncədə.
Gəncə fiziki coğrafiya rayonunda yerləşir. Bəli. Bəli. Kiçik Qafqazın cənub-şərq ətəyinin çayları. Buradan birbaşa kürə tökülən 3 dənə çayımız vardı. Mövcud hansılardır? Tərtər idi, Xaçın çayıdır və bir də Qarqar çayı. Tərtər öz mənbəyini götürür hardan? Tərtər öz mənbəyini götürdü vulkanik yayladan. Volkanik Bəli, yerdən. Həkəri. Tərtər keçdiyi inzibati rayonlar əli. Deməli, Kəlbəcərdir, Ağdərədir, Tərtərdir və bir də Bərdədir. Bəli, rayonun üstündən keçirdi. Bəli. Tərtər Bəli. çayın qidası, Yeraltı sular müəllim. üzərisində olan su anbarı, Sərsəng su anbarı. bir də su qovşan su anbarı Bəli, su qovşan var. yerləşirdi. Sonra Qarqar və Xaçın çayın qidası nə idi mövcud? Qarqarla Xaçın çayın qidası mənim yeraltı sular. Yağış Yağış suları. suları idi. Yağış suları. Qarqar, Bəli, Xaçın, Göncələn çay yağış sularına qidalanır. Bu çaylar yağış öz suları. mənbəyini hansı silsilədən götürürdü? Bəli. Qarabağ hissəsinə Qarabağ. müəllim. Qarabağ silsiləsi ərazisindən nə edirdilər? Götürürdülər. Götürürdülər. Deyəcəksiniz. Bəli. Bəli. Vulkanik yerdən başlayan çaylarımız hansı çaylardır? Tərtərlə Həkərin deyə bilərik müəllim. Tərtər çay. Naxçıvanda biri var. Naxçında Şey, Arxa çay. Bu üçün də qidası nədir? Yeraltı su yeraltı müəllim. Arpa çay ilə Həkəri çayın mənsəbi. Araz çayı. Araz çayı arasında qalır. Həkəri çayın qolu var idi. Qubadlı. Bərgüşat və yaxud da Bazar çay. Bərkədə Bazarçay, burası. bəli. Bu Bazarçay ilə Həkəri arasında yerləşən düzənliyimiz. Yaz yaylası. Yayası. Aha. Sonra Arazda tökülən Kiçik Qafqazın cənub ətəyinin çayları. Arıza tökən Kiçik Qafqazın cənub ətəyinin çayları. Oxt. Ay. Bəli, Oftu çayı da elə Həkəridir. Həkəri ilə Həkəri, Oftu çayı da. Oxtu, bir də Bəsit çay da var idi. Bəsit çay, bəli, hə. Oxtu çayın Eyni qidası adı nə doğru. idi? Buzlaq suları. Qar suyu. Qapısıq ətrafında. Buzlaq sularına Qar qidalanır. buzu. Bu çayların mənsəbi hansı fiziki coğrafi rayonda yerləşir? Ümumiyyətlə Həkəri, Bərgüşad, Həkəri, Bəsit, bir də Orta Araz. Orta Araz. Elə Həkəri müəllim, elə Həkəri. Orta Araz yox, Araz boyu fiziki coğrafi rayon Araz boyu. Bu nə? Həkəri. yerləşir. Sonra Bəli. nə qaldıq buradan qeyri-adi bir şey. Nə ola bilər? Mövzələrində iqlimlər, yəni Bəli. Məsələn, o Xudafərin mənsəbləri çayı. şeydə yerləşir, yarımsahada yerləşir hamısının. Nə varsa Bəli. tərtərdən belə Həkəriyə qədər, bəzi çaya qədər hamısı yarım səhraya düşəcək mənsəbləri. Mənbələrində Həkəri ilə şeydə tərtərdə soyuq iqlim görə bilərik. Belə Qarabağ hissəsində var. Sonra Naxçıvan qalır. Naxçıvan çayları hansılardır? Arpa çay, Gilgil çay. Ondan Gülan sonra çay, Əlincə çaydır, Gülan çaydır, Ordubad çaydır, Naxçıvan çaydır. Naxçıvan çayı bulardır. Alpa çayı, bəli. Arpa çayıdır, bəli. Bu çaylarda belə deyək, mənsəbinə görə fərqlənir digər çaylarımızdan. Nəyinə görə mənsəbin? Daha hündür mənsəbli çaylardır. Mən 600 metr deyib bunlar məsələn. Bəli, bunların mənsəbi daha yüksəkdə yerləşirdi deyəcəksiniz. Sonra Naxçıvanın çaylarından Sonra bir də burada demişdik ki, Gülan- məsələn, hansı çaylarla hansı çay arasında hansı düzənlik yerləşir, onu bir də təkrar deyə bilərsiniz. deyərik. Gilançay mənbəyini hardan götürür? Qapıcıqdan. Bəli. Qapıcıq arasına götürür. Qidası nədir Gilançayın? Qar Deyirsiniz, buzlaq sular, buzlaq Buzlaq sular. suları. Naxçıvan çay öz mənbəyini hardan götürür? Batabatdan mənim. Batabatdan. Bəli. Mənsəb bəs haradır? Araz çayı. Araz sonlar arası çayı. Araslan var gedəcəkdir. Onun qolu var. Kükü çay. Öz mənbəyini hardan götürür? O Qanlı göldən. Qanlı göldən. Bunların çayların qidası daha çox nədir?
Elə Məsələn, yeraltı yox, sularına mən. elə Yeraltı deyim, nə deyirsən? qidası, Hə, yəni. yeraltı sularla qidalanacaqdır deyəcəksiniz. Yəni, Sonra Mən belə bir sözü söhbətlərəm. de. Mən buzlaq su ilə qidalananlara qarpızlıq deyirəm səhərdən. Eyni şey sayı yoxsa Yox, təkcə eyni buzlaq şey sayı? deyil. Qar suyundan, məsəl üçün, Tərtər çayın qidasında qar suyu var. Məsəl üçün, Amma Həkərdə buzlaq qar su. suyu var. Amma buzlaq suyu yoxdur. Niyə? Çünki buzlaq 7-24 bir ilin 365 günü orada olur axı ona görə. Qar yağanda hə Məsələn, qışda yağan qar əridi, çay suladı, hə bu ayrı bir şey. bəs Dəmiraparan çayı o da təkcə buzlaqdır. O da buzlaqdır. Samur, Qusar, Qudyal, Dəmiraparandı, Gilandı, bir də ki şey, Oxtuçay buzlaq çaylarımızdır. Bəli, başa Bax, buradan Şərur düzü mənsəbi, Arpaçayın mənsəbi Şərur düzündə yerləşir. Bu yadda qalsın. Naxçıvan çaya qədər Böyük və Naxçıvan düzləri gəlir, Naxçıvan çaya qədər. Yəni belə Arpaçayla Naxçıvan çayının arasında yerləşir. Bu düşməz, elə düşəsi bir şey deyil. Sonra burada Gülüstan və Yayçı düzləri yerləşir, Gilançaya qədər olan hissədə yerləşir. Ordubad düzü də Gilançaydan şərqdə yerləşir də. Bu şəkildə. Bu düşəsi bir şey deyil, çox elə. Yerlərini təxmini bilin ki, bəsidir. Sonra gəldik Naxçıvanda Araz su qovşağı var idi. Araz su qovşağını demişdik ki, İranla nə edirdik? Şərkinə istifadə olunurdu. İki ölkə birgə şəkildə istifadə edirdi. Bu belə. Sonra buradan görək nə var başqa. Yeraltı sudan qidalanmanın səbəbi nədir ki, nefüzi sıxırlar geniş yayılması, vulkan yayılan çaylarında biz bunu görürdük. Sonra kürə birbaşa tökülən çaylar onun birinci dərəcəli qoludur. Üçüncü dərəcəli kürün sağ qolu hansıdır? Gün sağ qolu şiş yəni Həkər, sağ qol deyil. Həkər, Bərküşah, Sağ həkər, qolu, sağ qolu. Həkərinin qolu olan Bərgüşahdır. Bərküşah, bərk, bərk Sol şah. qolu, üçüncü dərəcəli sol qolu. Şiş çay ilə şin çay. Daşlı palçıqlı sellər Azərbaycanda harda görürük? Şiş çay, şin böyük çay. Qafqazda. Böyük Qafqazda görürük. Kiçay, Şinçay, Kürmükçay, Dəmiraparan çayının özündə də görə bilərsiniz, deyə bilərik. Bəs palçıqlı sellər biz harda görürük əsasən? Demək, Başqa. Azərbaycan Cənubi Afşon Qobustanda, Naxçıvanda. Naxçıvanında palçıq, Arif Neosayda palçıqlı sellər daha çox görürük. Sonra gəldik buradan başqa Azərbaycanın daxil sularından. Deməli, deməli belə. Bunu da dedik, bunları dedik. Hı. Azərbaycanın göllərindən də ki, biz dedik, vulkanik yayılan gölləri nə mənşəli idi? Vulkanik yayılan gölləri mənim tektonik vulkanik Göstərsənə. məşqi. Tektonik vulkanik mənşəli göllər idi. Burada Böyük Alagöl, Kiçik Alagöl hansı inzibati rayona düşürdü? Kəlbəcər. Kəlbəcərə. Kəlbəcərə düşürdü. Kəlbəcərdə bunun hansı daha yüksəkdə yerləşirdi? Böyük İkisi, Alagöl. ikisi yalan gördü. İkisi yalan gördü. Əlagöl, Hayır, kiçik Göygöl, Alagöl. Göygöl hansı landşaftda yerləşirdi? Dağ meşəndə, Meşə yeganə. meşə. Meşə landşaftı. Maral gölbəz. Dağ Nival. çəməni. Dağçəmən Yox, Nival. yox. Dağ Subnival. çəmənə düşərdi. Çünki meşə landşaftının üzərisində yerləşirdi. Böyük Bəli, Alagöldür, Kiçik Alagöldür, Tamam. Maral gölü bunlar dağ meşə landşaftının Alt üzərisində yerləşən demək. göllərdir. Sonra gəldik beləsinə. Bu da belə. Sonra axmaz mənşəli göllərimiz hansıları tanıyırıq? Sarı direkt su, Kürmət halka bağlı. su. Hacıqabul, Sarısu, Axmaz Mehmangöl, göllərimiz nə ilə qidalanır? yeraltı Yağ. suları. Kuşlar. Yeraltı yağış suları yeraltı sularla qidalanırdı. Axmaz göllərimizin içərisində şirin su olan hansı idi, Əli? Məndərgöl, Dandar görməli. Candargöl şirin sulu idi. Bunun şirin sulu olmağının səbəbi nə idi? Mən Çünki elə minerallaşma bunu prosesi. belə, hə, bunun yeraltı sularını o qədər də şorlaşmayıb da. yeraltı. Hündürlük, Şorlaşmır, minerallaşmamış yeraltı sulardır. Sonra Azərbaycanın ən böyük gölü Sarısu, Sarı su Azər. görməli. Sarısı gölü hesab olunurdu. Sarısı gölü hansı inzibati rayonlarda yerləşir Mövlud?
Sarısı İmişli göl müəllim. Sabirabad. Sabirabad demişdi. Sabirabad İmişli neydi? Sabirabad rayonlarında. Ağgöl, Cavid, Mən Beyləqan imişdi. Ağcabədi, Ağca. Beyləqan rayonlarında. Ağzı Ağzı bir Beyləqan. çala gölü, Ağzı bir çala. Kabranda müəllim. Şavranda. Candar göl, Qaza. Ağstafada. Safa yeri. Ağstafada. Bəli. Sonra Acınohur gölü, Acınoxurda. Acınohur göl. Deməli mən ora Mingəçevirə E, düşür. Samux Mingəçevir. Qax və Şəki Mingəçevir. sərhədinə. Mingəçevir nə iş var bu? Mingəçevir bir dənə şəhərdir, orada Aynen. nöqtədir bu. Qax və Şəki rayonları sərhədinə düşürdü. Sonra Qaragöl. Qaragöl, Laçına. Laçına, Qışlıqlar. bəli. Qaragöldə yerləşirdi, bəli. Bu belə. Axmaz mənşəli göllərimiz dedik. Bunlar Kürün meandrında yaranırdılar. Düzən ərazidə yerləşən göllər idi. İndi məsəl üçün sual da birdən bir dediyim testində olmadı. Rütbətlərin əmsalı vahiddən böyük olduğu və ya kiçik olduğu gölləri deyir tapın. Bir şeydə. yarım sərhədə onlar tutuyor götürək də Düzən əsasən. əraziləri götürürük. Əmsal kiçiyə, dağlıq əraziləri əmsal böyüyə götürürük. Düzəndə olan göllərimiz sən şorsulu göllərdir, axmaz mənşəli, axar olmayan göllərdir, belə deyə bilərsiniz. Uçqun bənd mənşəli göllərimiz hansılardır? Mövcud. Aynen. Göy. Uçqun bətməkə. Az bir çala yıxıyanda danışıram. Mənim Göygöl, Maral göl, nəm Ördək göl. Naxçıvanda uçqun bənd mənşəli göl görürükmü? Batabat gölü. Qanlı göl, Batabat Hə, gölü bu var. PDF-dəki xəritədə Göygöl 2 dənə idi. Bir Naxçıvanda verilmişdi, bir də ki şeydi. 2 dənədir o. Bax burada. Hə. Hə. Şahbuz ərazisində nə idi? Batabatla Qanlı göl yaşadı ki, bunlar da uçqun bənd mənşəli göllər hesab olunurdu. Sonra buzlaq mənşəli gölümüz hansıdır? Buzlaq mənşəli gölümüz müəllim. Aydın. Yox, Tufan göl. Tufan göl. Nə? Tufan göl Tufan idi, göl. bəli. Tufan göl buzlaq mənşəli gölümüz hesab olunurdu. Bu belə. Hansı rayonda yerləşir müəllim o? Qəbələ rayonundadır. Hə. Deməli, su anbarları və yerləşdiyi inzibati rayona görə buradan nə qədər bilirik? Əyriçay, Şəkilə müəllim. Coğaz, Qazaq, Qazax, Bəli. Ağstafa çay, Ağstafa. Qazax, Xatınlı, Tovuz. Şəmkir, Şəmkirdə. Şəmkir də olur. Yenikənd, Şəmkir. Mingəçevir, Mingəçevir, Vuran. Yevlaxda, Goranboyda, Mingəçevirin özündə, bir də Şəmkirdə. Samukda, Samux. Nohurqışlaq, Qəbələ, Varvara, Yevlax, Yevlax. Aşıq Bayramlı, İsmailli. İsmayılda, bəli. Yekəxana, O da İsmailli. İsmayılda. Ceyranbatan, Abşeron. Abşeronda, bəli. Cavanşir, İsmayılda. Cavan. İsmailli. Ağsu, Ağsuda, Pirsaat, Pirsad Hacıqabul, Bəli. Sərsəng, Tərtərdə. Xaçınçay, Mənim Sərsəng Allah. Ağdam gedir, hə müəllim indi. onları indi heç ola biz demədik, hə. Tərtərdə yox, artıq şeylə götürürük, Ağdərə rayonu götürürük, Sərsəngdə su İmtahan yox. kişisine götürmək. Ağdərə götürürük, ikisi də şeydir. Ağdərəyə düşür. Xaçınçay Ağdam, Köndələn çay, Köndələn 1, Köndələn 2 var özdə. Köndələn çay Füzulidə. Züdə yerləşir. Sonra Bolqar çay, Bolqar çay mənim. Astarada müəllim. Biraz var da. Biləsi var düşər. Ben biraz Sonra Viləş çay, Lənkərana. Masalda yerləşir. ben Bolqarçay İranla da sərhəddə deyildi. O deyir sərhəddə sonrası. Bəli, halaldır. Sən biz tərəfdən medal qazandın. Arpa çay, Tamam. Arpaçay mənim. Arpaçay mənim. Şərurda. Şərurda. Sonra Heydər Əliyev adına su anbarı. O Naxçıvan. Babək, Şahbuz. Bir biraz yerləşir. Sirab, Kəngəl. Sirab Babək. Babəkdə. Ehrəmgöl, Sirab, Araz, Uzunova, Babəkdə, Araz, Babəkdə yerləşir.
anbarlar. su anbarları hesab olunur deyəcək. Bu beləsinə getdik buradan da belə. Ömer bir de Şuşada Zars çay üstündə var idi Zəfər. Hə, Ondan haysa. sonra Xudafərin qız qalası vardı Aras Hə, çayı üzərində. Xudafərin qız qalası, Cəbrayıl, Zəngilan, Cəbrayıl arasında düşür dedim onlar. Hə. Burada verilməyib, yoxsa yoxdur. Taxta körp harda Elektrik, yerləşir? Taxta körpü. Mənim Ağdərədə. Xaçmazda. Bəli, Şabranda, Xaçmazdan. Şabranda. Hə? Aynen Taxta eşik körpü keçdi. şeyə düşürdü. Böyük Qafqaz tektonik qalxması ərazisinə düşürdü, ha. Bu buydu. Və bu inzibati rayonlarımız bölgüsünü kim eləyir? Əylənmək. Xudafərin Cəbrayıldan Zəngan ərazisinə düşür. Qız qalası Cəbrayıla düşməlidir. Qız qalası burada var ki, yoxdur, yoxsa yoxdur heç. Deyirsən verilmir. Yəni bizim dərsdə vaxt başlayır. Əslində sizin dərs olmalıyıq. Biraz istirahət edin deyək. Nə olsa da. Bəhrəmtəpə hansı çay üzərisində yerləşir? Araz Bəhrəmtəpə hansı? çayısında. Hansı inzibati Bəhrəm. rayona Araz çayı. düşür? İmişli rayonu. İmişli rayona düşürdü, bəli. Cavabı İmişlidir, bilir. Cavabı İmişlidir. David 30. Sonra su varma kanallarımızdan deyək. Bəzilərini dedik. Bəli. Əzbəyov kanalı hardan başlayır? Bəhrəmtəpə sonbarından. Bəhrəmə Hə, sonbarından başlayır. Bəli. Hansı inzibati rayonları suvarır? Hansı İmişli inzibati rayon? səhəndə Lənkərana kimi sualdır da mən bilən var. Daxili misal İmişli var. və suvar Cəlilabad ərazilərini suvarır. İmişli və suvar Ay. Cəlilabad ərazilərini suvarır. Cənuba doğru gedir, Massaviyə tərəf gedir. Hə. Sonra Başmir kanalı hardan başlayır? Baş Baş Min Min- Muğan samlarından. Muğamlarından bax. Muğandan, Mil Muğan su qovşağından başlayır. Hansı inzibati rayonları suvarır? Füzulini. Füzuli, Beyləqan, Acar, İmişli. Bax, İmişlini yuxarı Qarabağ, Əzbəyov, Başmil, Başmuğan olmaqla 4 dənədir. Kanal buranın suvarı deyəcəksiniz. Sonra Başmuğan da hardan başlayır? Başmağı o da mənim demə Bəhrəmtəpədən. Bəhrəmtəpədən başlayır. Zənnimcə daha kitaba da baxdıq. Demədiyimiz başqa bir şey də yoxdur. Nə bilim, yadımdan çıxana qaldı ki. Bir də kollektorlarımız var idi. Hansı adlarını bilirikmi? Baş Baş Şirvan Şirvan, kollektor. Baş Muğan, Baş Min Muğan. Bir də ki Mil Qarabağ. Baş yox, Baş Min Muğan. Baş Min Qarabağ, Min Muğan, Mil Baş Qarabağ. Min Muğan, Aha. Baş Qarabağ, Bunlar. Baş Şirvan. Sonra bu şeylərin nədir onun adı? Kollektorların suvarmada istifadə Aha. olunurmu? Xeyr, mən Bəli. şor sol. Bunlar Bəli, məqsəd bunlarda yeraltı suları təmizləməkdir. Mən bəs Sonra hansı Hə. bir dənə düşədə Şəmkirdir, Mingəçevirdir, Varvaradır, Yenikənddir, Sərsəngdir, Arazdır, xüsusən bunlar düşür. Bunlar həm suvarmada, həm də ki balıqçılıqda, nə bilim, həm də ki enerjidə istifadə olunan şeylərdir, su anbarlarıdır. Sonra Güləbird harda yerləşir? Bax, bu məsəl üçün düşər. Laçında müəllim. Laçında mənim. Sonra Laçında. Kəlbəcər, Çıraq 1, Çıraq 2, Kəlbəcərdə yerləşən su anbarlarımız, elektrik stansiyalarımızdır. Turbine tipli ses qurulmuşdur. Zəngilan rayonunda Arximed turbine tipli ses qurulmuşdur. Onun köməyi ilə rayonun Ağallı kəndi elektrik enerjisi təmin edilir. Zəngilanda Arximed tipli su elektrik stansiyası. Həmçinin müxtəlif idman yarışlarının keçirilməsində idman oyunlarında istifadə olunur, ha. Turizmdə, balıqçılıqda su anbarlarımızdan istifadə olunur. Ceyranbatan, Xanbulan, Çay, Cavanşir, Yekəxana, Nohur Qışlaq, bu kimi su anbarlarımız, Xanbulan, Çay, bunlar məcradan kənar su anbarları hesab olunurlar. Bunları bilmək lazımdır. Başqa nə qaldıq burada, nə bilim, demədiyimiz nə var? Burada çayların qidasından nə idi? Məsəl üçün qeyri-adi olan. Oradakı Kiçik Qafqanın şimal-şərqində rayon adları onlar yeraltı sularla qidalanırdı. Onu bayaq da qeyd etdik. Yəni qeyri-adi bir şey də burada da yoxdur. nə qədər danışmalı. Hə, Xəzər dənizi qaldı onu.
Gələnlər sual cavab edib şey O eləyərik. sabah sual cavab eləyə o. Hətta sual cavab edib biosferə başlayarıq oradan. Sabahlar nə götürə yapışım müəllim? Biosferi, sabaha biosferi. Bu təkrar. Dünya bu yazıydı, Azərbaycan yoxsa? Azərbaycan dünya təkrar eləmişik, yatıb bu filqlarda xəbər var. Təkrar eləmiş deyə. Mən nə təkrar Allah, eləmişəmsə, Mövlud gəlib yanına Burak, başın girərib gəlib Allah təkrarladı. hamd olsun müəllim. Baxın, nöqtəsinə ki, mən hamısını video izahına qulaq asmamışam təkrar verəndə. Allah kömək olsun ay. Adın da yadımdan çıxdı. Yəni, adını da yapmasınız. Adın yadını saxlamıram o səhvindən sonra. Başqa haqqında bir şey yoxdur da. Bundan o tərəfə nə gələcək, qəbulda nə düşəcək ki, nə çıxacaq qabağımda. Heç bir Məncə dənə şeylərdir ki, nədir o inzibati rayon məsələlərinə falan fikir verirsiniz. Məsələn, Azərbaycan inzibati, siyasi inzibati xəritəsini qoyun qarşınıza. Onun üzərisində şey deyin, baxın. Rayonların yerlərini bilin.